Namaz çox mühüm məsələdir. Müsəlmanların arasında namaz çox mühüm məsələdir. Yüngül bir məsələ deyil və adi bir məsələ deyil ki, insan namaz qılsa yaxşıdır, qılmasa olar. Heç bir problem yoxdur və insan bilməlidir ki, namazın yeri Allah qatında ucadır, şəni böyükdür. Namazı tərk eləyənin günahı zina edəndən, içki içəndən, insan öldürəndən daha böyükdür. Ey namaz qılmayan, üzümü sənə tuturam. Bax gör, İslam alimləri bütün indiyə qədər hamısı fiqh kitablarında mövcuddur. İslamın əhkamlarında mövcuddur. Bax gör, İslam alimləri səni barəsində nə deyirlər? Səni barəsində necə ixtilaf ediblər sən barədə? Ey namazı tərk edən, namaz qılmayan və özünə müsəlman deyən insan. Bu sənə ar olaraq, eyib olaraq kifayət deyilmi? Kifayət deyilmi ki, artıq Allaha tövbə eləyəsən, namaza başlayasan, səhlankarlığı tərk eləyəsən? Namaz qılmayan kimlərdir? Kimlərdir namaz qılmayan? Ya dəlidir, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qələm 3 şəxsin üzərindən qaldırılıb, onlardan biri dəli, ona heç bir şey yazılmır. Və yaxud uşaqdır, namaz qılmaq vacib deyil ona. Və yaxud qadındır, müəyyən ayda, hər ayda başına gələn xəstəlikdir, hansı ki Allah Taala Adəmin qızlarına yazıb, heyzli halda qadınlara namaz qılmırlar və yaxud nifasda olan qadınlardır doğuşdan sonra nifas qanı kəsilənə qədər namaz qılmırlar və yaxud kafirlərdir, namaz qılmırlar, qılsalar belə Allaha iman gətirməmiş onlardan namaz qəbul olunmur. Yəni gör ey namaz qılmayan, sən kimlərin cərgəsində, kimlərin sırasında gedirsən. Artıq bu yetər ki, bu bəsdir ki, alimlərin səni barədə ixtilaf etməsi ki, namaz qılmayan kafirdir, yoxsa kafir deyil, tövbə edib neynəyəsən, namaza qayıdasan. Yəni, namaz elə-belə məsələ deyil ki, deyim ki, qılsam da olar, qılmasam da olar. İnsan diqqətli olmalıdır, baxmalıdır, tövbə etməlidir, ətrafına baxmalıdır, öz evinə baxmalıdır, arvadına, uşağına baxmalıdır, namazı əmr eləməlidir. Necə ki, Allah da deyir, وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ öz ailənə namaz qılmağı əmr et, وَاسْتَبِرْ عَلَيْهَا və sən də onun üzərində səbirli ol. İbrahim əleyhissalam körpə İsmaillə Həzəri işsiz, heç bir bitki, heç bir insan olmayan yerdə tərk eləyir və Allahın o haram evində və deyir ki, Rabbənə liyuqimussalə, ey Rəbbimiz sənə namaz qılmaqdan ötürü. Namazın şəni İslamda ucadır.